Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli Elmir Əmlak kanalının izləyiciləri. Sizləri Baba Əliyev, Teymur Quliyev sanatoriyasının yaxınlığından salamlayıram. Sizə 2 mərtəbəli 8 sotun içərisində çox gözəl bir şəxsi inşaat olunmuş bir villanı qısa olaraq təqdim eləyəcəm. Villanın həyətində olan söhbətgah, döşəmə isti döşəmədir. Daxilində qaz sobası, su hövzəsi və manqalı. Onun yanında isə həyət üçün nəzərdə tutulmuş, burada sanitar qovşağı inşa olunub. Ev bir daha söyləyirəm, 2 mərtəbə çox da gözəl və geniş, keyfiyyətli inşa olunmuş bir villadır. Əziz izləyicilərimiz, bu da evin ümumi olaraq giriş hissəsidir. Evin daxilinə keçid hissədir, qabağında verandası var. Bu da ümumi giriş qapısıdır. Bu da ki, həyətin avtomatik olaraq darvazası. Buradan isə birbaşa indi evin daxilinə keçəcəm. Ev 250 kvadratdır, 2 mərtəbə 6 otaqdan ibarətdir. Sizi salamlayıram, evin daxilinə keçdim. Evin daxilində qonaq otağı, bir dənə yataq otağı, ümumi sanitar qovşağı, bu da mətbəx. Buradan 2-ci mərtəbəyə qalxıram, pilləkən qəfəsi. 2-ci mərtəbədə 4 yataq otağı yerləşir. Şəxsi olaraq inşa olunub, yataq otağı qarşısında eyvan. Bu yataq otağı, ümumi sanitar qovşağı, bu da yataq otağıdır. Çox sağ olun, minnətdaram sizə.